Balakən şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Tağıyeva Arifə Aydın qızı uzun illərdir musiqi təhsili sahəsində səmərəli və fədakar fəaliyyəti ilə seçilən, yüksək peşəkarlığa malik nüfuzlu təhsil rəhbəridir. Onun rəhbərliyi altında məktəbdə tədris prosesinin keyfiyyəti yüksəldilmiş, milli və klassik musiqi ənənələrinin qorunub saxlanılması və gənc nəslə aşılanması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Arifə müəllimə musiqi təhsilinə yalnız bilik ötürülməsi kimi deyil, eyni zamanda uşaqların estetik zövqünün, yaradıcılıq qabiliyyətinin və mənəvi dünyasının formalaşması kimi yanaşır. O, şagirdlərin istedadının üzə çıxarılması, müsabiqə və konsertlərdə fəal iştirak üçün hər zaman şərait yaradır. Müəllim kollektivinə diqqət və qayğı ilə yanaşır. Direktor kimi Arifə Tağıyeva məktəbdə sağlam, yaradıcı və mehriban mühit formalaşdırmış, müəllim-şagird valideyn münasibətlərinin qarşılıqlı hörmət və etimada əsaslanmasına xüsusi önəm vermişdir. Onun təşəbbüskarlığı nəticəsində Balakən şəhər Uşaq İncəsənət Məktəbi rayonun mədəni həyatında fəal rol oynayan nümunəvi təhsil ocağına çevrilmişdir. Savadlı, məsuliyyətli və işinə ürəkdən bağlı olan Tağıyeva Arifə Aydın qızının fəaliyyəti təqdirə layiqdir və gənc nəslin musiqi tərbiyəsində əvəzsiz xidmətlər göstərir.